addımlar var. Ölkəmizdə milli birlik, milli bərabərlik istəyiriksə, haqq ədaləti bərqərar eləməliyik. Siyasi və iqtisadi azadlıqları bərqərar eləməliyik. Medianın, mətbuatın söz azadlığı bərqərar olunmalıdır. Siyasi fəaliyyət azadlığı bərqərar olunmalıdır. Vətəndaş cəmiyyətinə azadlıqlar verilməlidir və ölkədə normal bir parlament seçkiləri keçirilməlidir. Xalqı təmsil edən parlament formalaşmalıdır ki, həmin parlament Azərbaycanın problemlərin həlli ilə məşğul ola bilsin. Yəni, bugün internetdən danışırsınız. Dünyanın hər yerində demək olar ki, parlamentlərdə gedən diskussiyalar daimi şəkildə televiziyalarda və internet kanallarında nümayiş etdirilir. Hər bir vətəndaşın imkanı var ki, parlamentə gedən diskussiyaları izləsin. Azərbaycanda hələ buna bugün imkan yoxdur. Və bunun da səbəblərindən biri yəqin ki, o parlamentin iclaslarının göstəriləcəyi halda cəmiyyətdə o parlament etimadın artmayacağı, azalacağının bildiklərindəndir. Və bu istiqamətdə addımlar atılmalıdır. Yəni, mən ümumi deyirəm, ancaq burada uşaq pulunun verilməsi məsələsi var. Burada şəhid ailələrinin diqqətinin artırılması məsələsi var. Burada qazilərin məsələlərin həll olunması məsələsi var. O müharibədə əlillik almış qazilərin məsələlərin həssaslıqla yüksək səviyyədə həll olunması məsələləri var. Burada əhalinin müxtəlif kateqoriyalarının, işsizlərin məsələləri var, aşağı maaş və aşağı pensiya alanların problemləri var. Bunlar hamısı həll olunmalıdır ki, cəmiyyətdəki milli birlik sadəcə vətəndaşların vətənpərvərliyinin istismarına əsaslanmasın. Vətənpərvərlik öz yerində və xalqımız ən ağır vaxtlarda bu vətənpərvərlik səviyyəsini nümayiş etdiribdir yüksək qaydada. Amma bunu sona qədər istismar eləmək olmaz. Bu insanların həyat səviyyəsini yüksəltmək lazımdır, rifahını artırmaq lazımdır. Bu birinci